süni intellekt balondur yoxsa yox, AI bubble-dır dediyimiz fikrinizcə? Silicon Bubble kim bilmirsə, 99-cu ildə internet yaranmışdı və çoxlu internet kampaniyaları yaranmışdı. Mən onlayn aptek, məndən filan Bəli. beş məkan. Onlar çoxlu pul cəlb etdilər. Sonra bunlar hamısı iflas oldu, heç nə olmadı. Kimsə deyir ki, bu süni intellekt şirkətləri hardasa oxşardır. Qiymətləndirməsi çox böyükdür, OpenAI-da filandır, lakin gəlirləri çox aşağıdır və bu anlaşılmazlıq var. Sizin fikriniz nədir bu Sözün ilə? açığı, süni intellektin o qədər geniş spektrli faktorları var ki, da, yəni bunun sosialda bir başqadır, iqtisadiyyatda bir başqadır. Süni intellektin mən hələ ki indiki dövrdə tətbiq dairəsi daha genişlənə bilər deyənə, bu hələ ki bir bubble-a oxşamır. Amma uzun müddətli perspektivdə indi o səhm, onların o şirkətlərin səhmlərinin qiymətinin artması və s. Tam mən o dot-com-a oxşada bilmirəm, sözün açığı. Amma bəzi hallarda şişirmələr hiss olunur. Yəni ən azından bu iqtisadi cəhətdə də hiss olunur. Yəni bu qiymətlərdə anormal bəzən artımlar ola bilər. Yəni deyirəm, mən o səhmlərin qiymətini izləmirəm. Yəni siz o sahə üzrə daha yaxşı bilirsiniz. Amma ən azından sosial cəhətdən hiss edirəm ki, çox ciddi problemlər yaradır. Həm məşğulluqla bağlı problemlər uzun müddətli perspektivdə gözlənilə bilər. Həm təhsil sahəsində çox ciddi problemlər formalaşdırır. Mən öz tələbələrimdən məsələn görürəm, düşünmə qabiliyyəti insanlarda itir. Məsələn, əvvəl deyək ki, bir sual verirdin, deyirdin ki, tələbəyə ki, yəni, kim bunu bilir? Tələbə deyirdi ki, mən bilmirəm, araşdırıb gələrəm. Və yaxud siz bilirsinizsə siz deyin, mən dedim ki, yox, siz araşdırın, gəlin. İndi çox rahat bir şəkildə mənim ChatGPT deyir ki, indi bilmirəm, bu reklam olaraq gedir, adı yoxsa getmir, onu üzr. Rahat olun. Yəni bu deyir ki, belədir. Yəni o da səmavi bir kitabdan gələn bir ayə deyil də ki, onun dediyi hər zaman doğru olsun. Və çox zaman da səhv edir, mən sizə deyim. Yəni Halüsinasiyaları çox olur. Bilmirəm, o mem var məşhur, onu görmüsüz yoxsa yox. Bir insan əməliyyat olur, göy süni intellekt onu əməliyyat eləyir. Əməliyyatdan ayılır, deyir ki, bəs sən mənim böyrəyimə əməliyyat etmisən, amma mənim qaraciyərim ağrıyırdı. Deyir, çox doğru dedin, gəl indi sənin qaraciyərinə əməliyyat edək.